Novruz bayramı xalqımızın milli mənəvi dəyərlərini, birlik və həmrəyliyini təcəssüm etdirən ən əziz bayramlarımızdan biridir. Bu günlərdə yollar canlanır. Ailə səfərləri, bayram ziyarətləri və doğmalarla görüşlər səbəbindən yollarda hərəkətin intensivliyi artır. Nəzərə almaq lazımdır ki, yol hərəkəti zamanı verilən hər bir qərar həm sürücünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə birbaşa təsir göstərir. Bayram günlərdə səfərə çıxan sürücülərdən xahiş olunur ki, nəqliyyat vasitəsinin texniki sazlığını yoxlasınlar. Yorğun və yuxusuz halda sükan arxasına əyləşməsinlər. Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz ara məsafəsini qorusunlar. Sürət həddini yol və hava şəraitinə uyğun seçsinlər. Piyada keçidlərinə yaxınlaşarkən daha ehtiyatlı olsunlar. Piyadalara isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçmələri və hərəkətdə olan nəqliyyat vasitələrinə qarşı daha diqqətli olmaları tövsiyə olunur. Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır. Qoy bu bahar yollarımızda diqqət, sükan arxasında məsuliyyət, addımlarımızda ehtiyat olsun. Novruz bayramınız mübarək.